Salam, xoş gördük sizləri. Bugün sizinlə atmosfer bölməsinə aid bir məsələ izahına baxacağıq. Deməli, məsələnin şərtinə baxaq. Nisbi rütubəti 80% olan 7 kubmetr havada doyma həddi üçün 23,8 qram su buxarı çatışmır. Deməli, birinci neyniyəcəyik? Çatışmırsa, deməli, nisbi rütubət 80% var da, çatışmayan nədir? 20%-imiz. 20%-ində qramın verib bizə. Onda yazarıq 20%. 23,8 qramdırsa, bəs 100% hava, əgər nisbi rütubətli 100% olsaydı, havada nə qədər su qramı olardı? Buradan alarıq ki, havada 119 qram su buxarı olardı. Hansı havada? 7 kubmetr havada. Mörtəzədə yazaq 7 kubmetr havada. İkincidə deyək ki, temperatur 10 dərəcə Selsi yuxarı qalxarsa, biz temperatur bilmirik axı burada nə qədərdir. Onda ikinci mərhələdə temperatur təyin etmək üçün nə edəcəyik? Əgər 7 kubmetr havada 119 qram su buxarı varsa, bəs 1 kubmetr hava nə qədər su buxarı saxlaya bilər? Buna əsasən biz temperaturu təyin edə bilərik. Buradan da alırıq ki, 1 kubmetr hava 17 qram su buxarı saxlaya bilir. 17 qram su buxarını da havanın temperaturu müsbət 20 dərəcə Selsi olanda hava saxlaya bilir. Deməli, havanın temperaturu müsbət 20-dir. Üçüncü hissədə deyir, temperatur 10 dərəcə Selsi yuxarı qalxarsa. Temperaturumuz 20 idi, 10 dərəcə yuxarı qalxdı, oldu temperaturumuz 30 dərəcə Selsi. 30 dərəcə Selsi temperaturda da havanın saxlaya biləcəyi su buxarının miqdarı 30 qramdır elə. 30 dərəcə Selsidə 30 qramdır. Yuxarı qalxarsa 2 kubmetr havada doyma həddi üçün neçə qram su buxarı çatışmaz. Dördüncü mərhələ. 1 kubmetr havada 30 dərəcə Selsi temperaturda 30 qram su buxarı olur. Bəs 2 kubmetr hava olsaydı nə qədər saxlaya bilərdi? Buradan alarıq ki, 2 kubmetr hava 30 dərəcə Selsi temperaturda 60 qram su buxarı saxlaya bilir. Amma faktiki bizdə nə qədəri var? Ona baxaq. 1 kubmetr hava 17 qram saxlayırsa, 17 qram, 20 dərəcəsi. 2 kubmetr hava 34 qram saxlamalı idi. Biz də bilirik ki, havanın nisbi rütubətliyi 80%-dir. Buna görə yazırıq 34 qram hava, yəni 2 kubmetrdə, temperatur 20 dərəcə Selsi olanda 100% olarsa, bizdə nisbi rütubətliyi 80%-dir axı. 2 kubmetr havanın nisbi rütubətliyi 80% olanda nə qədər su buxarı saxlayar? Buradan da alarıq ki, 27,2 qram su buxarımız var. Faktiki 2 kubmetr havada 27,2 qram su buxarı var. Amma bizim saxlaya biləcəyimiz 60 qramdır. Bizdən də soruşur ki, neçə qram su buxarı çatışmaz? Onda da 7-ci mərhələdə yazaq. 60 qramdan çıxarıq 27,2 qramı. Buradan da alarıq ki, çatışmayan su buxarımızın miqdarı 32,8 qram imiş. Cavab Y variantı.